Salam uşaqlar, bu gün mən sizə 3-cü sinifdən perimetr və sahə mövzusunu izah edəcəm. Səhifə 58-dən Riyaziyyat kitabı 2-ci hissədən. Deməli, uşaqlar, perimetr və sahəyə aid deməli mən sizə kiçik bir detay verim ki, perimetri sahəni tapanda perimetri tapdığımız zaman, yəni işləyiriksə, bu zaman biz toplayırıq, verilmiş fiquru toplayırıq. Sahəni isə tapdığımız zaman vururuq, tərəfləri bir-birinə vururuq. Düstur olaraq mən sizə belə yazım göstərim. Perimetri P hərfi ilə işarə edib, P bərabərdir 2 vurulsun A plus B kimi düsturu ilə hesablanır. Sahə isə S bərabərdir A vurulsun B kimi hesablanır. Dərsliyindən bir neçə deməli düsturu sizə dedim. İndi isə çalışmalara başlayaq. Baxın, deməli verib çalışmada verib ki, çoxbucaqlının perimetrini tapın. Çoxbucaqlının perimetrinin hər biri verilibdir. Biz nə edəcəyik? Hər birini toplayacağıq. 5 üstəgəl 4 üstəgəl 2. Gəlin belə yazaq buradan. P bərabərdir. Yəni perimetr bərabərdir. Bir dəqiqə. Aha. P bərabərdir. Düsturda necədir uşaqlar? Üstə gəlirik. 5 üstəgəl 4. Tərəflərinin hər birini 5 metrdir. Təbii ki də üstəgəl 4 metr. Üstəgəlinsin 2 metr. Üstəgəl 3 metr. Üstəgəl 1 metr. Üstəgəl 4 metr yenə də bərabərdir. Buradan cavabı tapıb özünüz qeyd edərsiniz. Və salam. Perimetr budur. Mən sadəcə misaldan birini örnək verəcəm sizə. Baxın, bu misalı verdim. Deməli, tərəfləri topladıq. Burada verilmiş rəqəmlərdə toplayırıq. Burada verilmiş rəqəmlərdə toplayırıq. Cavabını yazırıq. Bu qədər sadədir. Hər birini bu şəkildə hesablayırsınız. İndi perimetri mən sizə izah elədim. Gəlin sahəni izah edeyim. Perimetr deyəndə baxın, gördüyünüz kimi tərəflər hesablanır, kənarlar, yəni bir ip götürürük, bir fiqurun tərəflərini hesablayırıq. Perimetrdə tərəflərdə. Sahə isə verilmiş kvadratın və yaxud da hər hansısa bir fiqurun daxilini, yəni içərisində olan sahəsini hesaplamış oluruq. İndi baxın, bizə belə bir fiqur verib. Bu fiqurun sahəsini gəlin tapaq. Sayırıq xanaları. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. Deməli, bu sahə deməli 21 deməli metrdir. Santimetr düzülü sayın. Aha. Baxın, bu şəkildə. Yəni, sahəni tapırıqsa, biz nə edirik? Kvadratın daxilini, içini hesablayırıq. İçində olan, deməli, əgər rəqəmlər verilməyibsə, təbii ki. Məsəl üçün, baxın. Burada belə bir çalışmamız var. Sahəyə aid düzbucağının sahəsini tapın yazır. Baxın, bir dənə düzbucaqlı çəkilib. Bilirik ki, düzbucaqlının qarşı tərəfləri məsəl üçün bərabər ola bilir. Ancaq hər tərəfi bərabər olmur. Ancaq kvadratda hər tərəfi bərabər olur. Biz nə edirik uşaqlar? Düsturda necə idi? Xatırlayırıq. S bərabərdir. A vurulsun B. Yəni 4-ün A-nın yerində 4 dayanıb, B-nin yerində 13 dayanıb. Biz nə edirik? Təbii ki, burada deməli yazırıq. S bərabərdir. 4 vurulsun 4 santimetr vurulsun 13 santimetr. Bu da bərabərdir. Cavabı özünüz tapıb qeyd edəcəksiniz. Və bu şəkildə vurma ilə işarələyirik. Sahədə toplamırıq, amma perimetrdə toplayırıq. Qısaca bunu bu cür yadınızda saxlayın. Sonra uşaqların bəzilərinə çətin olan çalışma 10 mövzusu var burada. Çalışma 10 var. Bunu izah eləyəcəm. Görürsünüz, bizim fiqurumuzu göstəriblər burada. Para fiquru, 2 dənə paranı birləşdirib bir dənə fiqur alırıq.
Baxın, indi bunu necə taparıq? Məsəl üçün, mən çalışanda hazırlaşdırdığım uşaq 2 dənə bu yarımlarda bütöv kimi hesablamışdı. Mən ona izah elədim. Baxın, 1, 2, 3, 4. 4 dənə, bax 1, 2, 3, 4. 4 dənə tam fiqurumuz var. Yaxşı. Görürsüz, 1, 2, 2 dənə para burada var, 2 dənə də para burada var. Deməli, biz nə edirik? Bu 2 dənəni birləşdiririk. Bu 2 dənə baxın, burada verilib. Bunu buradan da bir dənəsini çəkəndə artıq tam olur da, gördünüz. Bu da bir fiqur adlanır. Bu para fiqurdur. Bu para ilə bu paranı, yəni yarı-yarı birləşdiririk. Olur bir dənə fiqur, olur bir fiqur. Bu yarıları da birləşdirir, olur bir fiqur. Yəni 1, 2 bunları götürdük. Bir də tam fiqurlar götürürük. 1, 2, 3, 4 dənə. 2 dənə birləşdirdiyimiz xanalardır. 4 dənə də daxilində tam fiqur var. Deməli 6. Baxın, bu fiqurun sahəsi 6 santimetr hesablanır. Digər misalda da eyni şəkildə 1, 2, 3, 4, 5 bütövləri hesablayırıq. Baxın, bir burada para var, bir də burada para var. Bu 2 dənə paranı birləşdiririk, olur bir dənə fiqur. Digərlərini də saydıq ki, burada 5 dənə fiqur var. O bir dənə paraları birləşdirəndə də aldığımız bir fiqurun üzərinə gəlirik. Buradakı 5-i olur 6 fiqur. Baxın, bu şəkildə bu tip misalları bu cür həll edirsiniz.